Bir fx funksiyası verilibdir və bu loqaritmik funksiyadır. 27, 15 nöqtəsindən keçir deyir. Verilən nöqtədən keçməsi nə mənanı verir? Biz bilirik ki, birinci qiymət x-i və ikinci qiymət də y-i ifadə edir. Yəni, buradan da y-in həm də fx olduğunu da bilirik. O zaman verilən qiymətləri yerinə yazsam, nə alıram? Deməli, 15, fx-in yerinə 15 yazıram. Bərabərdir a loqaritma 3 əsasından 27 üstə gəlinsin 9 yazıram. Və buradan alıram ki, 15-dən 9-u çıxsam alınır 6 bərabərdir. A vurulsun. Loqaritma 3-dən 27-dir, 3-ə bərabərdir. Və buradan da alıram ki, a bərabərdir 2-yə. O zaman funksiyamız bu şəkildə olmuş olur. Fx bərabərdir 2 loqaritma 3-dən x üstə gəlinsin 9. Və bizdən f9-u soruşur. Yəni, x-in yerinə 9 qoyaraq ifadənin qiymətini hesablamamızı istəyir. 2 vurulsun loqaritma 3-dən 9 üstə gəlinsin 9. O da bərabərdir. 3-dən 9 2-yə bərabərdir. Qarşıdakı əmsaldakı 2-yə də vursaq 4 edir. 4 üstə gəlinsin 9. O da bərabərdir 13-ə. Deməli, düzgün cavabımız 13-ə bərabərdir.